Söz verdiyim kimi UFC 329 ana kart döyüşləri üçün proqnoz verəcəm. İndidən deyim ki, bu mərs tövsiyəsi deyil. Çünki heç bir döyüşün nəticəsini dəqiq təxmin etmək mümkün deyil. Bir zərbə hər bir şeyi dəyişə bilər. Gecənin yanana döyüşündə Paddy Pimblett Benoit Saint-Denis ilə qarşılaşacaq. Təxmin edilməsi ən çətin qarşılaşmalardan biridir. Hər iki tərəf döyüş başlar-başlamaz hücum texnikası ilə döyüş. Həm ayaq üstə, həm də yerdə aktiv döyüşməyi bacarırlar. Döyüş xal hesabı ilə bitərsə, Paddy Pimblett'in qalib olma ehtimalının daha yüksək olduğunu düşünürəm. Benoit Saint-Denis qalib olduğu bütün rəqiblərini bitirib. Paddy Pimblett çənəsinin kifayət qədər güclü olduğunu və onu heç kimin nokaut edə bilməyəcəyini düşünür. Ancaq mən Benoit Saint-Denis'in daha möhkəm olduğunu düşünürəm. Hər ikisinin yerdə də aktiv döyüşdüyünü nəzərə alsaq, hər bir halda bu döyüş yerə də gedəcək. Yerdə gedən döyüşdə Benoit Saint-Denis'in Paddy Pimblett'i bitirə biləcəyini düşünürəm. Dediyim kimi bir təxmin etmək çox çətindir, ancaq mənim bu döyüşdə favorim Benoit Saint-Denis'dir. Ana kartın açılışında Terence McKinney King Green ilə qarşılaşacaq. Bu qarşılaşmada qalibin McKinney olacağını düşünürəm. Daha sonra Brandon Royval-la Loner Kavanagh qarşılaşacaqlar. Kavanagh'a ayrı bir simpatiyam var və onun qalib olacağını düşünürəm. 4-cü sıradakı Cory Sandhagen 7-ci sıradakı Mauricio Bautista ilə qarşılaşacaq. Qalibin Cory Sandhagen olacağını düşünürəm. Gecənin son döyüşündə Conor McGregor və Max Holloway qarşılaşacaqlar. Bu döyüşün təxminini isə bundan əvvəl paylaşdığımız videoda görə bilərsiniz. Ümumi olaraq 5 döyüş üçün təxmin vermişəm. Bu maraqlı bir challenge. Siz də challenge-a qoşularaq öz təxminlərinizi şərh bölməsində yazın və videolarımızı bəyənərək kanala abunə olmağı unutmayın.